Mənim əsərlərimə qadağan qoyuldu. Özümə də qadağan qoyuldu. Mən efirlərdən məhrum oldum. Bəstəkarı da əsərlərini ifa eləməmək ölümə bərabərdir. İndi hələlik sağam. Yəni üstörtülü mənə anlatdılar ki, belə məsləhətdir. Təhlükə gəlir bizim üçün. Məni hətta yolda saxlayır insanlar ki, hara baxırsınız. Gedim təzə bazara, qoyum əsərlərimi ora, deyim ki, ay simfoniya alan, ay kvartet alan. Mənə baxan deyəsən, dəlisən də, sən bunu kim alan? Sənət adamı elə cəzalandırır ki. Məsələn, Qara Qarayev deyəndə metro stansiyası düşünməsin. Amma ittifaqın gücü yoxdur. Əvvəlki gücü yoxdur. Adam belə böyük danışmaz heç vaxt. Xoş gördük Cavanşir müəllim. Xoş gəldiniz. Çox sağ olun. Necəsiz? Şükür Allaha. Yaxşı. Cavanşir müəllim, söz vaxtıma çəkər. Düz bir il bundan qabaq idi. Biz sizdən bağlı çox məyus edici bir xəbər almışdıq ki, səhhətinizdən bağlı. Çünki ölmüşəm. Mətbuat da bunu yazdı. İndi necəsiz? Səhhətiniz necə? İndi hələlik sağam. Yaxşıyam, yəni müalicə davam edir təbii ki. Tez-tez gedirəm doktorların yanına, kontrollara, müayinələrə davam edir. Yəni həkimlər də deyir ki, hər şey yolundadır. Gedirik də hələlik, yaşayırıq, hara qədər gedər. Azərbaycana təməllüd döndünüz. Deyirlər, bir yaşdan sonra qürbət çəkilmir. Yəni ona görə mi döndünüz, yoxsa dönməyinizin başqa səbəbləri mi var idi? Mənim buradan getmə səbəbimi deməm lazım. Yəni, çünki dönməyin səbəbini getməkdə axtarmaq lazımdır. Mən buradan getdim ona görə ki, mənim əsərlərimə qadağan qoyuldu. Özümə də qadağan qoyuldu. Mən efirlərdən məhrum olundum. Bəstəkarı da əsərlərini ifa eləməmək ölümə bərabərdir ona. Çünki əsər olmayanda bəstəkar da yoxdur. O yüzden də mən də düşündüm ki, elə yerə gedim ki, mən lazımam da orada, lazım olun bir şey, faydam dəysin. Dəvət gəldi, yəni təyyarəyə minib getmədim, dəvət gəldi. Axtardım, müraciətlər elədim bir çox universitetlərə, Türkiyədə də, ondan sonra Rusiyada da, Avropada da, Şimali Kiprdən dəvət gəldi. Getdim ora, dedim, bir-iki il işləyərəm, havamı dəyişərəm, sonra qayıdıb gələrəm. Mənim bura gəlib getməm həmişə sərbəst olub, heç bir problemim olmuyor. Elə oldu ki, uzandı. Oturdum orada əsərlərimi yazdım. Düşündüm ki, mən Bakıda bu gərgin həyatda böyük əsərləri yaza bilməyəcəm. Hamısını yarımçıq başlamışdım. Yalnız mahnıdan başqa ayrı şey yaza bilməyəcəm. Çünki mənim qapımı döyən mahnı istəyir. Başqa şey istəmirlər. Orada isə məndən heç kəsin işi yox idi. Mənim bəstəkar olduğumu bilmirdilər. Universitetdə müəllim idim. Dönmə səbəbim isə növbəti dəfə tətilə gələrkən yay aylarında 2021-də birdən bütün televiziya kanalları, radyo kanalları necə deyərlər, növbəyə durdular müsahibə almağa, verilişə dəvət edirdilər falan. Deyirdim, arkadaşlar, nə baş verir? Məni telestudiyanın həyətinə belə buraxmırdılar. Yəni üstörtülü mənə anlatdılar ki, belə məsləhətdir. Ondan sonra düşünməyə başladım ki, mən əgər hava normaldırsa artıq mənə qarşı. Mən də nə istəyirdim? Mən istəyirdim ki, məni heç kəsdən ayırmasınlar. Yəni, hamı nətər, mən də elə. Xüsusi bir münasibət mən heç vaxt istəməmişim. Elə də oldu. Heç bir problem artıq qalmadı. Məni sıxan heç bir şey yoxdur. Niyə onda mən burada olum? Çünki mən heç vaxt Azərbaycandan getmək niyyətim olmuyor. Heç vaxt. Bu 1-2 il dediyiniz xeyli çəkdi. Bu 19 ildə Azərbaycan musiqisi çox şey itirdi. Bəs siz nə itirdiniz? Mən itirdi demərəm. Çünki mənim getməyimə görə itirmədi təbii ki. Bu bir prosesdir. Müstəqillik əldə olunandan sonra biz, və yəqin mən özümü də ora qata bilərəm, müstəqilliyi yalnız siyasi müstəqillik kimi anladıq. Ki, artıq bizə Moskvadan, oradan, buradan hökm eləyən olmayacaq. Nə gözəl biz bizə yaşayacağıq. Gözəl, doğru. Amma müstəqillik bütün başqa sahələrdə də olmalı idi. Xüsusilə də mədəniyyətdə, musiqidə. Mən musiqiçi olduğum üçün musiqidə deyim. Biz yenə də o köhnə Sovet psixologiyası ilə yaşayırdıq. Hələ də yaşayırıq.
Kimsə bizə gəlib nəsə eləyəcək, kömək, yardım göstərəcək. Ondan sonra həmişə boylanırıq sağa sola. Ya Rusiyadan nəsə götürürük, ya Türkiyədən nəsə götürürük, ya Avropadan falan. Özümüz bir şey icad eləməyə cəhd eləmirik. Heç vaxtı da o Sovet dövründə eləməmişik. Bizə deyiblər, ən yaxşı nümunə Moskvada, ona bənzədim. Elə də bənzəyə yaşamışım. Amma müstəqillik elə bir şeydir ki, gərək artıq icad eləyəsən, özün tək başına yaşayasan. Həm sənətdə, mədəniyyətdə, həm də siyasi olaraq. Bax, o problemdir, hələ də problemdir və mənim burada olub olmamağıma bağlı deyil. Yəni, təbii ki, mən burada olsaydım, yenə nələrsə yazacaqdım. Amma o tutarlı bir təsiri olarmı, olmazmı, o bilinmir. Məni hətta yolda saxlayır insanlar ki, hara baxırsınız? Bu nədir? Bizə hər axşam eybəcər musiqilər bizə çaldırırlar. Bu nə deməkdir falan? Mən də deyirəm, qardaşım, mənim əlimdə heç bir hakimiyyət yoxdur. Amma tənqidi düz deyirsən. Tənqidi çalışın, çatsın yuxarıya da, küçədə mənə deməyin. İnsanlar narazıdır. Çünki insanlar artıq gözü açılıb. Sovet vaxtı deyil. Gedirlər, gəzirlər, görürlər. O yüzden islahatlar yapılmalıdır mədəniyyətdə. Köklü, əsaslı islahatlar. Onu da mənə soruşsanız ki, sən bilirsənmi nə etmək lazımdır? Hamısını yox, yəqin ki. Yəni, hiss elədiyimi deyirəm. Oturub, düşünüb, oxuyub, öyrənməlidir və o islahatı yapmalıdır əlində hökm olan adamlar. Peşə ilə bağlı problem yoxdur. Mən əminəm ki, nə rəssamlarda yoxdur, nə yazıçılarda yoxdur, nə memarlarda yoxdur. Peşə olaraq. Amma bizim bu peşəmizin cəmiyyətə getməsindədir problem. Problem oradadır. Hər bir fərd, yaradıcı fərd öz başına buraxılıb. Nə istəyirsən elə. Deyirlər ki, bazar iqtisadiyyatıdır, Avropada da elədir, Amerikada da elədir, hər kəs öz başına yaşayır. Amma unudurlar deməyə və yaxud bilmirlər ki, Amerikada da, Avropada da yüzlərlə cəmiyyətlər var, xeyriyyə cəmiyyətləri. Onlar o sənətkarları saxlayır. Onlara sifarişlər verir, onlarla bağlı proyektlər qoyurlar, onlar da yaşayır. Onu demirlər. Bizdə yoxdur elə təşkilatlar. Yoxdur. Ona görə də bizimkilər həqiqətən öz başına buraxılıb və rəssamın bir əsərini, mən həmişə deyirəm ki, məsələ bəzi məmurlara müdafiə eləyəndə mövqeylərini, deyirəm, qardaşım, sən bax, gedirsən bazardan kartof alırsan, pomidor alırsan, dükandan çörək yağı alırsan, eləmi? Elə. Sən bir rəsm əsəri aldın mı? Pul verib aldın mı? Yox. Niyə alınmış? Niyə o rəssam o zaman eləsin o işi? Əgər sən almırsansa. Sən bir mahnı aldın mı? Bir şeir aldın mı? Yox. Biraz əcaib səslənir, təbii. Öyle alışmamışıq biz belə şeyə ki, mahnını da insan alar mı? Mahnını dövlət alar, təşkilat alar. Doğru. Dövlət almır. Dövlət deyir ki, biz qutardı, biz heç nə almırıq, bazar iqtisadiyyatı. Başqa təşkilatlarda yoxdur. Formalaşmayıblar. Amerikada məsələ, mən gördüyümü deyim. Boston Simfonik Orkestrinin 12 dənə sponsoru var, milyonerlər. Hamısında giriş biletində konsertlərə onların şəkilləri var. Hər biletdə var olan şəkilləri adları. Kimlərdir? 12 milyoner o Boston Orkestrini saxlayır. Hələ dövlətdən də, bələdiyyədən də nələrsə alırlar. O zaman təbii ki, orkestr keyfiyyətli olar, yaxşı olar. Qapısında növbə dururlar musiqiçilərdə, hamı orada işləmək istəyər. Bəstəkar da elə. Orada qurulub o sistem. Həqiqi bazardır orada bazar. Yəni, yaxşı mənada bazar iqtisadiyyatıdır. Bizdə adı var bazar iqtisadiyyatının, özü yoxdur. Bizə qarşı yoxdur, mən hesab edirəm. Hərdən bir mən zarafat edirəm, deyəndə ki, əsər yazmışsan, get sat da, elə deyirlər. Mən deyim, lap yaxşı, gedim təzə bazara, kartof satana deyim ki, qardaşım, biraz kənara dur, qoyum əsərlərim ora, deyim ki, ay simfoniya alan, ay kvartet alan, ay sonata alan, gəlin. Mənə baxan deyəsən, dəlisən də, sən bunu kim alan? Neyniyək, bəs yazmayaq, başlıqda yazmayaq. Firəngiz Əlizadə də bu yaxında mənə müsahibə vermişdi. Firəngiz Əlizadə, Bəstəkarlar İttifaqının sədri. O da müsahibəsində girəyləndi. Dedi ki, məndən xarici ölkələrdən zəng vurub məndən əsər istəyirlər, amma Azərbaycanda məndən əsər alan yoxdur. Teatrlar alır. Çünki teatr sifariş verir. Sifariş verərkən də onun büdcəsi olur. Hər tamaşaya büdcə ayrılır. Teatr yox.
müəssisələr yox. Ayrıca əsəri almırlar. Qabaqlar Mədəniyyət Nazirliyi bəstəkarlardan yazdığı əsərlərin alırdı. Yəni təbii ki, baxırdılar, keyfiyyətinə falan baxırdı və alırdılar əsərləri, qonorar ödəyirdilər. Sonra o əsəri, məntiq nə idi burada, hələ Sovet vaxtında? Məntiq o idi ki, dövlət sənin əsərini alıb, o əsəri çalacaq filarmoniyada. Bilet satacaq və o biletdən sənə verdiyi pulu qazanacaq, hətta artıq da qazanacaq. Dövlətin qazancı bu. Məntiq belə qurulmuşdu. Qazanılan əsərlər də var idi, təbii ki, qazanılmayanlar da vardı. İçində fərqli şeylər olurdu. Bu məntiqlə eləyirdilər. Bəstəkarlar da həvəslənirdi ki, yazım, bir şeylər yazım, aparım verim, bəlkə aldılar, yay gəlir, ailəmi apararam gəzməyə ora-bura. O yoxdur. Mən evdə bir əsər yazıramsa, tutalım, ağlıma bir əsər gəlib, heç bir sifariş yoxdur. Əsərlərin hamısı sifarişlə yazılmır ki. Yazım, aparım təqdim edeyim onlara. Mədəniyyət Nazirliyi də həm elə əsər alırdı, həm də özü də sifariş verirdi. Bəzən bir tədbirə sifariş verərdi, bəzən hansısa bir orta əsrlərdəki şairlərimizdən birinin yubileyi olurdu. O şairlə bağlı bir əsər sifariş verə bilərdi. Onda təbii ki, birbaşa alırdı onu. Elə belə də alırdı. Bax, o elə belə alınma yoxdur. Firəngiz xanım onu nəzərdə tuturdu ki, Azərbaycanda bəstəkarların əsərini almırlar. Əslində, mahnılardan danışdınız, orada bir sual vermək istəyirdim sizə. Söhbət biraz məcrasını dəyişdi. İri həcmli əsərləriniz var, amma daha çox mahnılarla, bir də vətənpərvərlik mahnıları ilə tanındınız Azərbaycanda. Bu mahnıların doğulma səbəbi nə idi? Tələbat idi, yoxsa bu sizin özünüzün istəyi idi? Yəni o mahnıları. Təbii ki, doğru deyirsiniz. Mən elə tanıyanlar, təəssüf ki, mən deyirəm ki, Azərbaycan cəmiyyəti, hətta onun mədəni hissəsi, intellektual hissəsi, əsasən mahnıdan kənara çıxa bilmir. Mahnı dinləməkdən kənara çıxa bilmir. Məsələn, çox nadir hallarda 3-5 adam mən tanıyıram ki, filarmoniyada bir simfonik konsertə gəlirlər, dinləyirlər. Evlərində qramofon valları saxlayırlar, dinləyirlər. Roman oxuyursunuzmu? Bəli, oxuyuruq. Bəs simfoniya niyə dinləmirsiniz? O da musiqinin romanıdır da. Dinləmirlər. Çünki onlar üçün çətindir, zordur. Hazırlıqlı deyirlər, onu demək istəyirəm. Hətta ziyalı hissəsi də bir çoxu hazırlıqlı deyil. Amma illər əvvəl vardı ki... Vardı. Ruslar idi, Yahudilər idi, Ermənilər idi. Onların içində çox idi elə adamlar. Konsert salonlarının yarısı onlar idi. Dinləyirdilər. Hətta mülahizə deyirdilər, fikirlərini söyləyirdilər və o fikirlər də kifayət qədər savadlı fikirlər idi. Yəni, mən şahidi olmuşam, görürüm ki, adam ağıllıdır, bilir, bu işi bilir. Ən azından xəbəri var, xəbərdar var, oxuyub, eləyib. O yüzden bizdə o problem də var. Biz biraz dövlət müstəvisindən düşünməliyik də, belə deyək. Bu ciddi Avropa musiqisi dediyimiz klassik musiqi Azərbaycana gəlmədi. Bizimki deyil. 150 il bundan qabaq yox idi. 150 il nədir ki, heç nə. Yox idi hətta. Üzeyir bəylə gəldi də, birinci bizim beşəkar bəstəkarımız Üzeyir bəy. O gətirdi. Ondan bərabər gəldi o bizə. Gəlmədi demək istəyirəm, bizimki deyil. Təbii deyil. Məsələn, muğamat bizimkidir, təbiidir. Muğamat heç bir şey olmaz ona. 1000 ildir, vardı, indi yenə də var. Müharibələr oldu burada, nələr oldu, muğamat ölmədi, bitmədi. Çünki bizim qanımızdadır. Eləcə də mahnılarımız, aşıq sənəti və s. Amma bu musiqi gəlmə olduğuna görə, dediyim kimi, bunun dibini sulamaq lazımdır. Bunu bəsləmək lazımdır, yoxsa öləcək. Bax, mən bayaq dedim ki, dinləyici defisiti var. Ciddi musiqinin dinləyici defisiti var ölkədə. Musiqiçilər salona baxırsan, yarısından çoxsu musiqiçilərdir. Məsələn, o işə aid olanlar insanlar bu və ya digər şəkildə. Amma adi sıravi vətəndaş, mühəndis, həkim, müəllim, belə yoxdur, azdır. Və bu belə getsə, bu musiqini biz itirmək təhlükəsi qarşısında qalacağıq. Çünki musiqinin yaşamasını dinləyici təmin edir. Yazan yox. İlk milli marşı, hərbi marşı siz yazmısınız və dillər əzbəri oldu. Bu zəfərdən sonra ciddi bir əsərə ehtiyac vardı. Yəni bu yöndə bir
əsər yazmağı düşünürsünüzmü? Yox, çünki yazdım da. Sualınızın cavabı yazdım. Hə, mən hələ yox deyəndə hamı deyir ki, birini də yaz da. Mən də deyirəm, bəyəm bu kostyum zaddır, birini də tikək. Bu bir. İkincisi, birini də yazmağım nə verəcək? Heç nə verməyəcək. Çünki o birinci maaş verdi də hər şeyi. Ona görə də düşünmürəm. Amma mən işimi görürəm. Amma qələbə marşı ola bilər. O həm də qələbə marşıdır, məncə. Hətta yazdım da, hətta birində yazdım. Fəryad filmindən bir xor vardı. Filmə girməmişdi o musiqi. İkinci savaş başlayanda, Qarabağ savaşı, yadıma düşdü o xor. Dedim, belə uyğun gəlir. Sözlərində də Qarabağ kəlməsi də var. Hər şey var sözlərin içində. Oxunmuş bir xordur. Adını qoydum Qarabağ marşı. Qoydum səhifəmə. İnternet səhifəmə qoydum. Uçdu getdi o da. Yayıldı. Efirlər köçürdülər oradan. Efirdə də verdilər Qarabağ marşı. Dediniz yazmadım. İndi yadıma düşdü. Yazmışdım. Daha doğrusu onu o marşı yazan il yazmışdım. Eyni ildə yazılıb ikisi də. Daha doğrusu marş bir il öncə yazılıb. O film Fəryad filmi 93-cü ildə çəkilib. O film üçün yazılmışdı. Yəni yaxın-yaxına. Hə, var, əsər var. Ondan sonra Şəhidlər Andı adında bir marşım var. O da 90'ın başında yazılan əsərdir. O da xor oxuyub onu da. O da efirdə var, mənim səhifəmdə də var, YouTube'da. Hə, yəni əsərlər var müharibə ilə bu və ya digər şəkildə bağlı. Amma deyim sizə, qələbə marşı yazacağam. Heç vaxtı mən filan şey yazacağam demirəm. Çünki sənət adamı elə cəzalandırır ki, adam belə böyük-böyük danışmaz heç vaxt. Bizim bəstəkarlardan biri bu yaxınlarda dedi ki, mən qələbə marşı yazacağam. Buyursun yazsın. Mən ona uğurlar arzulayıram, buyursun yazsın. Çünki əvvəlcədən heç kəs bilməz. Nə yazacağını təbii, amma nə çıxacağını heç kəs bilməz. Bu marşı mən yazanda da düşünmürdüm ki, bu belə dillər əzbər olur. İşimi görürdüm. İstəmişdim, əlimə şeir gəlmişdi. Ondan sonra o vaxtı Xocalı soyqırımı oldu, hamı evlərində oturub ağlayırdı, hamı dərd çəkirdi. Biraz tərpətmək lazım idi insanları. O niyyətlə, o istəklə özüm oturdum, yazdım onu. Heç kəs məndən onu istəmədi. Elə oldu, tutdu. Amma mən yazacağım mütləq marşı, qələbə marşı. İnşallah yazarsan, inşallah yaxşı da olar. Amma garantiya yoxdur. Heç kəsə, heç nəyə bilir, o adam da bilir özü. Müsahibətinizdə demişdiniz ki, mən şah əsərini hələ yazmamışam. Bəlkə elə şah əsəriniz olmayacaq. Ümumiyyətlə, var mı bu əsərin doğulmaq ehtimalı? Valla şah əsər yazılandan sonra baxıb deyə bilərsən ki, bu şah əsərdir. Öncədən, yəni indicə dediyim məsələdir. Mən şah əsərimi yazacağım, sabah yox düşsün. Elə şey olmur. Deyə bilərsən, amma mövzu baxımından deyil o. Şah əsər kiçik bir mahnı da ola bilər. Qəmbər Hüseynlinin ən böyük şah əsəri hansıdır sizcə? Cücələrim. Uşaqlar üçün yazılan mahnı. Amma Qəmbər Hüseynlinin çox gözəl böyüklər üçün mahnıları var, orkestr musiqisi var. Gözəl bəstəkardır. Amma hamını o cücələr şah əsəri sayılır. Özündən soruşsaydım, bəlkə o onu şah əsəri saymayacaqdı. Deyəcəkdi ki, uşaqlar üçün mahnı yazmışım, nə var burada? Amma elə oldu. Tutdu. Çünki musiqi əsərlərinin də öz taleyi olur. Sən bir çox şey düşünə bilərsən, amma həyatda başqa cür ola bilər. Əsərin taleyi dəyişilə bilər. Və yaxud hər notasına başını verməyə razı olduğun, hazır olduğun bir əsər çaldırırsan, tutmur. Anlaya bilmirsən, niyə tutmur? Tutmur, bəyənmədilər. Niyə bəyəndilər, niyə bəyənmədilər də bilmək olmur. Çünki bu elə bir şeydir ki, onu bilmək olsa, o zaman kompüterdə hər şey həll olunar. Sənət bitər gedər. Daha doğrusu onu doğru deyəsən gedir. Bu süni intellekt artıq mahnı yazmaya başlayıb. Mən də dinlədim onun mahnılarını. Gözəl mahnılardır. Ondan sonra deməsələr ki, süni intellekt yazıb, heç kəs deməz ki, bunu kompüter yazıb. Deyəcəklər ki, bunu kim yazıb? Həsən yazıb, Məmməd yazıb, Əhməd yazıb. Bax, elə sual verə bilərlər ki, bunu kim yazıb? Nə yaxşı şeydir. Bax, elə yəni bir gün gələcək, yəqin bizə ehtiyac olmayacaq. Hamısını eləyəcək. Duyğunun süni intellekt yaza bilməz axı. Mənim bir dostum vardı Moskvada, bəstəkar Yekimovski. Eyni nəsildən idi, təəssüf ki, rəhmətə getdi. Rusiyanın ən öndə gələn bəstəkarlarından, ağıllı adamlarından biri idi.
Qabaqlar Sovet vaxtı gedərdik biz seminarlara, yaradıcılıq evlərinə. Orada biz ondan uzun-uzadı mübahisələr eləyirdik. O vaxtı deyirdi ki, vaxt gələcək, kompüter hər şey eləyəcək. Mən də deyirdim, hə, Vitya, çox şey eləyəcək kompüter, təbii. Çünki hesablama maşınıdır. İnsan da bəstəkarlıqda bəzi şeyləri hesablayır. O hesabı o maşın daha tez eləyəcək. İnsan gec eləyir. Amma o duyğuları necə proqramlaşdıracaqlar, o dedim mənə biraz qaranlıqdır. O dedi ki, onu da proqramlaşdıracaqlar. Mən ondan mübahisə elədim ki, mümkün deyil duyğu. Çünki duyğunun rəngi yoxdur. Daha doğrusu duyğu bir rəngdə deyil. Hər insan bir duyğudur. Hər insanın duyğusu başqa rəngdədir. Onun tonlarındadır, onun nüanslarındadır. Onun nətər o deyir, hər şey hesablanacaq. Hər şey hesablamaq olacaq. Duyğuları da falan. Razılaşmırdım ondan təbii. İndi də elə tərəddüd eləyirəm. Amma artıq özümdən şübhələnməyə başlamışam ki, bəlkə eləyə bilər. O musiqiləri dinləyəndən sonra şübhəm başlandı ki, bu maşın deyəsən hər şey eləyə biləcək. Olsa olacaq elə. O zaman mən indinin özündə də bizim həmkarlarımızla söhbətlərdə deyirəm ki, təhlükə gəlir bizim üçün. Bizim kimilər üçün. Düzdür, mənim yaşda olan nəslindən olan adamların artıq təhlükə gəlsə nə olar, gəlməsə nə olar. Biz gördüyümüzü gördük, elədiyimizi elədik. Yeni nəsillər üçün təhlükə gələ bilər. Və yeni nəsillər bu peşəyə yiyələnməyə bilər. Bax, o təhlükə oradadır. Deyəcəklər ki, yazırdım aparat, mən gedim oxuyayım 5 il yazım, o məndən yaxşı yazır. Bundan mən qazana bilməyəcəm, o məndən yaxşı yazır. Elə düşünüb peşəyə gəlməyəcəklər. Zaten bəstəkarların sayı az olur, yazıçıların sayı az olur. Milyonlarla deyil ki bunlar. Allah tərəfindən belə deyək, təbiət tərəfindən seçilmiş, o istedad verilmiş adamlardır. Onlar da gəlməyəndən sonra bu peşəyə qırılacaq. Zəncirin halqası biri qırıldısa, bitdi məsələn. Keçən il bəstəkarlıq fakültəsinə cəmi bir dənə ərizə vardı. Yəni, qəbul olmaq istəyən bir nəfər vardı 10 milyonlu ölkədə. Niyə? Görünür, o birisi gənclər düşünüblər ki, mən niyə gedim ora? Görürəm də bəstəkarlar acından ölür. Hətta yaxşı bəstəkarlar. Elə düşüncələrlə gəlməyənlər olub, bir nəfər gəlib. İndi o bir nəfər də mən bilmirəm qəbul olundu, yoxsa yox. Onu da bilmirəm, qəbul olunmaya da bilər. Elə olur, qırılır. Bu yaxında Bəstəkarlar İttifaqının qurultayı oldu. Getmişdiniz qurultaya? Yox. Həmin günü mənim imtahanım vardı. Konservatoriyada. İmtahandan da qaçmaq olmur, bilirsiniz. Sadəcə Bəstəkarlar İttifaqının qurultayını qəflətən yapıldı da. Keçmişdə əvvəlcə bir ay, 2 ay öncədən bilinirdi qurultayın tarixi. Elan olunurdu, bilinirdi ki, 2 aydan sonra filan gün qurultayımız var. İnsanlar da işlərini sahmanlayırdılar, o günü boş buraxırdılar. Bizə bir gün qabaq dedilər. Bir gün qabaq. Dedilər, yuxarıdan da bizə elə dedilər. Onların cavabı odur, indi dedilər, demədilər, bilmirəm mən. Yuxarıdan da elə dedilər, biz kimik ki? Ona görə də elə təcili mesajla telefona göndərdilər qurultayı. Mən də ki, imtahanım vardı. Gedə bilmədim. Bəs ittifaqla münasibətiniz necədir? Normal. Gedib gəlirsinizmi? Normal. Firəngiz xanım tələbə yoldaşı olmuşuq Firəngiz xanımla. Heç bir problemimiz yox. Amma ittifaqın gücü yoxdur. Əvvəlki gücü yoxdur. Əvvəl elədiyi işləri eləyə bilmir. Sadəcə iclas, qurultay, konsert onlarla məşğuldur. Ciddi şeyləri eləyə bilmir. Ciddi, hətta ölkədəki musiqi sənətinin problemləri haqqında bir bəyanat versə belə, bu bəyanatı oxuyan yoxdur, dinləyən yoxdur. Keçmişdə Bəstəkarlar İttifaqının bir cümləsinə görə televiziya komitəsi səhər-səhər iclas keçirirdi. Ki, bizi tənqid elədilər, gəlin baxaq görək, nə eləyək. İndi bir dənə bir böyük varaq tənqid yazsam, dinləyən yoxdur. Çünki gücünü əlindən alıblar, o gücü yoxdur. Təsir eləmə gücü yoxdur. Əslində siz Azərbaycanın ən çox lətifə sevən və gülüş dolu bir yerində doğmusunuz, amma uzun müddət çox zəhərli təsir bağışlaydınız. Və hamı elə deyirdi ki, sən qorxurduq yanaşmağa, nə bilim, qaraqabaq idin həmişəklə. Mən də deyirəm, görüntü hələ mahiyyətin də elə olduğu demək deyil. Ola bilər görüntüm elə olsun, amma mən elə deyiləm.
Şəki məzəli yerdir təbii ki. Şəkidə. Elə hadisə yoxdur ki, Şəkidə ona aid bir anekdot falan düzəltməsinlər. Oranın cəmaatı elədir. Bir dəfə, bəzilərini bilirəm. Bir dəfə mənə deməli Vaqif Səmədoğlu getmişdim Şəkiyə. 90-cı illərin ortalarında vəziyyət pis idi, burada da pis idi, rayonlarda da pis idi, pul yox idi, iş yox idi, insanlar çətin yaşayırdılar, bu yandan da Qarabağ problemi var idi. Getmişdim Şəkiyə, qayıtdım, gəldim, Vaqiflə görüşdüm. Dedi, nə var, nə yox, sağlıq. Şəkidə nə var, nə yox? Dedim, Şəkidə dedim, elə. Hamı nətər, onlar da elə. Deyir, təzə anekdotlar var mı Şəkidə? Dedim, yox, Vaqif, yoxdur. Təzə anekdot yoxdur. Dedi, yoxdursa deməli həqiqətən vəziyyət yaxşı deyil. Çünki Şəkidə elə bir vəziyyət olmur ki, anekdot yaratmasınlar da. Yaratmırlarsa deməli doğrudan da ciddidir vəziyyət. Yəni anekdotluq da öyle həyat. Yəni şəkildə problemləri lətifə ilə, məzəli əhvalatlarla atlatmağa çalışırlar həmişə. Siz özünüz çox güclü müəllimlərdən dərs almısınız, çox peşəkar ustalardan dərs. Bəs sizin özünüzün tələbələriniz varmı? İndi harda dərs deyirsiniz? Yəni Xəzər Universitetində. Xəzərdə də dərs verirəm, Bakı Musiqi Akademiyasında da dərs verirəm. Amma bəstəkarlıq dərsi vermirəm. Çünki yəni Xəzər Universitetində heç musiqi fakültəsi yoxdur. Sadəcə musiqi haqqında mühazirələrdir. Azərbaycan bəstəkarları haqqında əsasən ki, tanısınlar. Nə vaxt doğulub, nə vaxt ölüb, nələr yazıb, belə. Yəni bütün hamısı. Dərinə girmirik. Tələbə tutalım buxalter fakültəsində oxuyursa da mədəniyyətdən biraz xəbəri olmalıdır da normal insanın. Məsələn, Qara Qarayev deyəndə metro stansiyası düşünməsin. Yəni o qədər. Çox dərinə yox. O yüzden də qoyub, həm musiqi dərsləri var, ondan sonra xor dərsi var, rəqs var, xalçaçılıq var, aşıq sənəti var, ondan sonra 5-6 belə mədəniyyətlə bağlı dərslərdir. Tələbə onlardan birini seçməlidir, mütləq. O birindən də imtahan verəcək. İndi bax, müsahibənizdə demişdiniz ki, azadlıq məndə xəstəlik dərəcəsindədir. İndi də elədir, sağalmamışam. Bu tək yaşamağınız bu. Biraz da ondan bağlıdır. Biraz da ondan bağlıdır. Mənim bu azadlıq hissim, azadlığa verdiyim önəm mənim şəxsi həyatıma zərər vurdu. Yəni, günahı mən azadlıqda görürəm. Başqa birisi 100% azad olmaq istəyən insanla yaşaya bilməz. Çünki başqa birisi ilə yaşamaq üçün gərək azadlığından birazcık qurban verəsən. Başqasının xeyrinə, onun naminə. Mən verə bilmədim. Mən verə bilmədim, o zaman heyli adamdan kim yaşayar? Peşmançılıq bir tərəfdən var təbii ki, amma deyim sizə, mən fiziki olaraq bəlkə ayrıldım, amma ayrılmamışam əslində. Mənəvi olaraq ayrılmamışam. Əlaqələrimiz var, çünki qızımız var, nəvəmiz var. Yəni, kifayət qədər yaxın var. Düzdür, onlar Türkiyədə yaşayır, amma mən hər dəfə gedəndə oralara baş çəkirəm. Buradan da əlaqə saxlayıram. Yəni, dediyim kimi, bir fiziki bərabərlik yoxdur. Qalan hər şey var. Günəş qızımızın adıydı. Günəş, Nərmin. 2 dənə adı. Türkiyədə 2 ad verirlər uşağa. 2 ad. Biri adı Günəşdir, adının biri. O birisi də nənəsi, anasının nənəsi. Nərmin idi adı. Ona görə də ona qoydular buna Nərmin. Günəş, Nərmin. Uşaqda biraz beyni dəqiq sahələrə daha köklənib, çox köklənib. Məsələn, hal-hazırda deyim sizə, İngiliscə danışır, Fransızca danışır, Türkçə danışır, Azərbaycanca danışır, Rusca danışır. 11 yaşlı uşaq artıq 5 dildə danışır. Birini daha yaxşı, birini daha pis, amma danışır. Mən ömrüm boyu İngiliscəni mən bilirəm, amma rahat danışa bilmirəm. Məndə yoxdur o yatqınlıq. Onda var, dilə yatqınlıq var. Sonra dəqiq şeylərə yatmaq. Məsələn, matematikanın məktəbdə çox yaxşı oxuyur. Matematik dərsi. O dəqiq şeylərə beyni yatqındır. İnşallah indi böyük peşə seçər özünə, nə seçər bilmirəm. Mən istəyərdim ki, elə peşə seçsin ki, peşə də dəqiq olsun. Məsələ həkimlik. Məsələ, nə bilim,
müəllimlik. Bunlar dəqiq şeylərdir. Bilirsən ki, bu həkimdir, gedəcək xəstəxanada işləyəcək və yaxud müəllimdir, məktəbdə dərs verəcək. Yoxsa çox populyardır indi psixoloji fakültəsi var, onu oxuyurlar. Nə olacaqsan sən? Psixoloq olacaqsan. Nə deməkdir o psixoloq? İnsanların keyfi olmayanda mən onlara keyf verəcəm ki, keyfləri qalxsın falan filan. Verə biləcəksənmi? Ya bilinmir ki. İnsanın keyfi nədən pozulur? Hansısa bir hadisədən pozulur. Sən o hadisəni düzəltsən keyfi düzələr. Düzdür? Yoxsa ay günəş çıxdı, nə gözəldir, çiçəklər var burada falan filan. Elə keyf düzəlməz ki. Psixoloq siz. Mən onları elə o sahəni qəbul eləmirəm. Psixologiya deyilən elm təbii ki, qəbul edirəm. Mən istəsəm, istəməsəm də var o. Amma belə bu geniş yayılmasını ki, gənclər deyir ki, psixoloji fakültəni oxuyacağım, olacağım psixoloq, gedəcəm bir ofis açacağım özümə, ofisdə oturacağım, insanlar, keyfi olmayan insanlar, mən təbii ki, biraz kobud formada deyirəm. Gələcəklər, mən onların keyfini düzəldəcəm, həyatlarını yaxşılaşdıracağım falan. Eləyə biləcəksənmi? Çünki bu o qədər çətin şeydir ki, əslində. İnsanın bir dərdi varsa, sənin yanıma gəlib getməklə o dərd yox olmur ki. O dərd var, əgər onun problemi varsa. O yüzden də elə şeyləri mən istəmirəm olsun uşaq. Yəni, birazdan insanlar da anlayacaqlar, getməyəcəklər buna. Elə şey olsun ki, çörək pulu çıxsın da necə deyərlər. Ola bilərmi ki, ya siz gedəsiz Günəşgilin yanına, ya onlar bura tamamilə yığışsınlar və siz yenidən bir arada yaşayasınız. Mənim təzədən qürbətə getməyim mənim üçün ağır olar artıq. Bir dəfə bu işi gördüm. İkinci dəfə ağır olar. Sonra da onların bura gəlmə ehtimalı sıfıra bərabərdir. Niyə? Nəvəm heç cür gəlib burada yaşaya bilməz. Təbii, o artıq o cəmiyyətin məhsuludur, belə deyək də, ürünüdür, türklər demişkən. Qızın da %70, %80 oranın ürünüdür. Çünki 6-cı sınıfdan getdi. Orada oxudu, liseydə orada oxudu, universitetdə orada oxudu, hamısını orada oxudu. Oranın həyat nə qədər bizə yaxın olsa da, Türkiyə, həyat tərzləri bizdən fərqlidir. Və əsaslı dərəcədə fərqlidir. Xanım onları buraxıb gələ bilməz. Gəlməz, yox, gəlməz. Çünki onun həyatının mənası onlardır. Onlar baxıb burada gəlib yaşamaq, yaşaya bilər. Yəni, bura onun üçün yabancı bir yer deyil. Gəlir, gedir də qovm əqrabasına. Amma bura köçmək yox. Heç təşəbbüs göstərmədiniz? Mən nə deyim, gəlin bura. Uşaq deyil ki, ülkər başa düşür də, yəni vəziyyət ona doğru geçsə, o da anlayacaq, mən də anlayacağım ki, birləşmək lazım, məsələ belə deyək. Hələlik elə vəziyyət, elə durum yoxdur. Hələlik belə hamımıza rahatdır. Təşəkkür edirəm müsahibəyə görə. Çox sağ olun.